ümumiyyətlə gündəlik nə qədər istifadə edirsiniz? 4-5 saat bəlkə də. Nə üçün istifadə edirsiniz? Ziyanlı olduğunu belə-belə ancaq doom scrolling eləyirəm, yəni. Sosial mediada scroll eləmək üçün hardasa çalışıram ki, az vaxt ayırım. 40 dəqiqə, yarım saat belə. Gün ərzində neçə saat? Elə bir az 6 saat, 7 saat belə. Günün hansı hissəsində istifadə edirsiniz? Gecə. Daha çox gecə bir də səhər. Gündə 3-4 saat, yəni elə gün ordu çox evdə olanda qalxır, yəni 6 saatdan çox ola bilər. Gündəlik 9 saat, 8 saat olur. Araşdırmalara görə uşaqların 58%-i ailəsi ilə birgə nahar zamanı masada oturarkən telefona baxır. Valideynlərin övladları ilə keyfiyyətli ünsiyyət qurması isə son 5 ildə 44% azalıb. Ya özümdən nə qədər istəsəm də qırağa qoyum, başqa şeylərlə məşğul olum, alındırmır. Artıq elə bir özünü asılı eləyib məni. Nə üçün istifadə edirsiniz? Instagramdır. Daha çox Instagramda. Bu sizin dərslərinizə mane olur. Yox, olmur. Dünən 8 saat oldu. Bu gün də 3 saat. Daha çox nəyə sərf olunur? Daha çox Instagram, WhatsApp. YouTube-a baxmağa, əyləncə şeylərinə, amma dərsə görə də lazım olur. Yəni imtahan vaxtı ona görə istifadə edirik. Valideynləriniz necə nəzarət edirmi bu prosesə? Bəli, gördülər ki, çox baxırıq, onda artıq limit qoyurlar. Lazım onda telefonu əlimizdən alırlar. Bu gün 42 dəqiqədir, günümün çoxu məktəbdə keçib deyə. Bu gün TikTokdan daha çox. Nə qədər müddət? 20 dəqiqə TikTokdan istifadə eləmişəm. Qalanlarda yəni əlaqə üçün. Müasir dövrü nəzərə alsaq, telefon hamımızın həyatının bir hissəsidir. Ona görə ailəmlə və yaxud dostlarımla əlaqə saxlamaq üçün və yaxud dərslərimdə istifadə edirəm. Biz baxa bilərik nə qədər siz gün ərzində telefondan istifadə edirsiniz? Təəssüf ki, baxa bilməyəcəksiniz, çünki məndə valideyn nəzarəti var deyə görünmür. Evdə olanda dərslərimlə məşğul oluram daha çox. Ona görə süni intellektdən də istifadə edirəm axı. TikTokdan daha çox istifadəm 27%, bir də WhatsApp. Gün ərzində neçə faizdir? Gün ərzində TikTok 4 saat, WhatsApp da 2 saat. Elə valideynlər də uşaqların telefon asılılığından narazıdırlar. Onlar hesab edirlər ki, uşaqların telefondan istifadəsinə nəzarət edilməli, xüsusilə kiçik yaşlarda müəyyən məhdudiyyətlər tətbiq olunmalıdır. Çoxsu Instagram ya TikTok belə sosial şəbəkələrdən istifadə edirlər, bildiyim qədərilə. Belə qardaşım uşaqları çox vaxt cizgi filmlərinə baxır YouTube kanalından. Neçə yaşlar var? Birinin 5 yaşı var, birinin 6. Balacalar çox istifadə eləyir. 2 saat, 3 saat baxan vaxtları olur. Var ki, valideynlər 1 saatdan artıq vermir. Var ki, qətiyyən heç telefon göstərmir heç birinə. Bu da var. Biz ümumiyyətlə bu nəzarət yetərlidirmi uşaqları telefondan uzaq tutmağa? Yetərlidir onların sağlamlığı üçün. Psixoloq İlahi Aslanovanın sözlərinə görə 0-2 yaş aralığındakı uşaqlar ekran qarşısında ümumiyyətlə olmamalıdırlar. 2-5 yaş aralığındakı uşaqlar 1 saatdan çox olmamaq şərti ilə nəzarət altında ekran qarşısında ola bilərlər. 5 yaşdan sonraki uşaqlarda isə əsas məsələ vaxt məhdudiyyəti və nəzarətin tətbiq olunmasıdır. Bir sıra psixoloji gərginliklərə, eyni zamanda davranış problemlərinə, diqqət problemlərinə və ümumilikdə sosial çətinliklərə gətirib çıxartdığı görülmüşdür. Bəs yaxşı sual yaranır ki, niyə görə bu asılılıq vəziyyətinə gəlir çıxır? Uşaqlarda və yeniyetmələrdə iradə də zəiflik olduğu üçün onlar daha çox burada vaxt keçirdirlər. Bəyənilmə istəyi, tez-tez dəyişən görüntülər onlarda maraq hissi yaradır. Belə olduğu təqdirdə uşaqlarda yuxu problemləri görünür, diqqət və konsentrasiya problemləri, aqressiya, gərginlik, əsəbi hallar daha çox müşahidə olunur bu uşaqlarda. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Jalə Əliyeva deyir ki, 16 yaşını tamam etməmiş şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab açması artıq təxirə salınır. 16-18 yaş qrupu üçün isə daha çevik, lakin nəzarətli bir mexanizm müəyyən edilib. Bu yaş qrupundakı yeniyetmələr yalnız valideynin razılığı ilə platformada hesab yarada bilər. Millət vəkili onu da bildirdi ki, qanun layihəsində 16-18 yaş arası uşaqların fərdi hesablarında sonsuz sürüşdürmə, avtomatik video oynatma kimi manipulativ dizayn texnikalarından istifadəyə yol verilmir. Müzakirə etdiyimiz qanunda yaş həddi, yaş sensi qoyulub. 16 yaşa qədər uşaqların müəyyən internet deyək ki, proqramları var ki, ondan istifadəsi qadağan olacaq. Bu müzakirələrdən də görünən o idi ki, təkcə qadağayla da məsələ bitmir. Mütləq və mütləq məktəblərdə sinifdən kənar dərs kimi və yaxud həftədə 1 saat dərs kimi uşaqlara bu nəyin pis, nəyin yaxşı olduğu tədris edilsin. Qeyd edək ki, məktəblərdə TikToka çıxış da bloklanıb. Bu Milli Məclisin qanun layihəsinin müzakirəsində öz əksini tapıb. Ümumilikdə 200-dən çox təhlükəli mövzulara məhdudiyyət tətbiq olunub. Firuzə Məlikzadə, Cəfər Qasımov, Xəbər Ertəsi.